İyulun 11-də Azərbaycan Mətbuat Şurası Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyi və Veysəloğlu Şirkətlər Qrupunun media subyektlərinin təmsilçiləri arasında kiçik və orta biznesin inkişafında pərakəndə sektorun rolu mövzusunda keçirdiyi araşdırma müsabiqəsinin qaliblərinin mükafatlandırılması ilə bağlı tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Ardınca vətən uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə milli mətbuatımızın tarixi keçmişinə və 150 illik yubileyinə həsr olunan videoçarx nümayiş etdirilib. Tədbirdə çıxış edən Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyinin baş katibi Araz İmanov bildirib ki, pərakəndə ticarət şəbəkələri ölkə iqtisadiyyatının mühüm tərkib hissəsidir və bu sahənin strateji əhəmiyyəti günü-gündən artır. Onun sözlərinə görə hazırda Azərbaycanda pərakəndə ticarət sahəsində şəbəkələrin bazar payı təxminən 30-32% təşkil edir. Halbuki inkişaf etmiş ölkələrdə bu göstərici 90-95% arasında dəyişir və bu, iqtisadi inkişafın əsas indikatorlarından biri hesab olunur. Ölkə iqtisadiyyatının çox əhəmiyyətli bir hissəsidir. Daha sonra çıxış edən layihə rəhbəri Məhəmməd Əli Qəribli müsabiqənin mahiyyəti və məqsədi barədə ətraflı məlumat verib. O qeyd edib ki, müsabiqə layihəsinə 54 yazı təqdim olunub. Yazıları ən peşəkar media və iqtisadçı ekspertlər qiymətləndirib. Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin sədri Azər Əmraslanov, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid öz çıxışlarında pərakəndə sektorunun ölkə iqtisadiyyatındakı strateji rolundan danışıblar. Onlar qeyd ediblər ki, bu sektor təkcə satış və xidmətlə məhdudlaşmır. Eyni zamanda sahibkarlığın inkişafı, məşğulluğun artırılması, regionların sosial-iqtisadi dirçəlişi və yerli istehsalın təşviqi baxımından da mühüm əhəmiyyət daşıyır. Tədbirdə qeyd olunub ki, bu kimi media müsabiqələri jurnalistlərin və ictimaiyyətin diqqətini pərakəndə ticarət sektorunun real potensialına yönəltmək, bu sahənin iqtisadi sistemdəki yerini daha dərindən analiz etmək və ictimaiyyətə obyektiv informasiya təqdim etmək baxımından xüsusi önəm daşıyır. Daha sonra müsabiqənin qalibləri mükafatlandırılıb. Sonda tədbir iştirakçıları xatirə fotosu çəkdiriblər.